Ağamıza yas saxlayırıq. Onun matəmində anası Həzrəti Zəhra salamullahi əleyhanın dərdinə, matəminə özümüzü şərik olaraq bildiririk. Bu cür deyil ki, həqiqəti tanımırlar. Xeyr, adətən biz bunu gündəlik həyatımızda da görürük ki, insanlar həqiqəti tanıyır. Bilir qeybət pisdir, bilir yalan pisdir. Ola bilər ki, insanın zehnində fikirləşə ki, bir yalanlı danışdım. Bir qeybət də elədim. O küfərlər İmam Hüseyn əleyhissalama namə yazmışdılar, amma biz dua edirik ki, imam gəl. Çox gözəl bir sualdır. Ümumiyyətlə insanın yaradılışında hədəf həqiqəti tapmaqdır. Yəni insan dünyaya gəlməyib. Hər bir insanın qəlbinin iki qapısı var, iki qulağı var. Bir qulağında mələklər oturub, düzgünlüyə, Allah hidayət, Allahın sırat-ı müstəqimə çağırır. O birisində şeytan oturur. Bismillahirrahmanirrahim və bihi nəstəin. Selamun aleyküm və rəhmətullah. Hər vaxtınız xeyirli olsun, əziz və dəyərli tamaşaçılar, hörmətli mömin və möminələr. İmam Hüseyn əleyhissalamın müqəddəs şəhəri olan Məşhəd şəhərindən hər birinizi salamlayırıq. Ağanın bu gözəl şəhərində hər birinizə duacıyıq. Məşhəddən mesaj olaraq verilişimiz sizlərimizin xidmətindədir. Keçən verilişlərimizdə də çox gözəl yadda qalan mövzularla, əziz qonaqlarımızla, ekspertlərimizlə sizlərimizin xidmətində olduq. Bugün də olduğu kimi sizlərimizin xidmətində olacağıq. Bildiyiniz kimi bu günlər Əbu Abdillah Hüseyn əleyhissalamın şəhadət günləridir. Yəni biz artıq hal-hazırda İmam Hüseyn əleyhissalama əza saxlayan aşiqlərik. Necə ki, bir aşiq öz məşuqunu əldən verər. Biz də aşiq olmağa çalışırıq ki, ağamıza yas saxlayırıq. Onun matəmində anası Həzrəti Zəhra salamullahi əleyhanın dərdinə, matəminə özümüzü şərik olaraq bildiririk. Bəli, proqramımız davam edir. Bugün bizim iki dəyərli qonağımız var. Biri Kərbalay Əli Əlizadədir və digəri Kərbalay Rüfət Ağayev. Əzizlərimiz bizim qonağımızdır. İnşallah irəliləyən dəqiqələrdə qonaqlarımızdan istifadə edəcəyik. Salam aleyküm Kərbalay, xoş gəlmisiniz. Aleyküm salam və rəhmətullah. Çox sağ olun, Allah razı olsun. Biz də sizə və bizi izləyən əzizlərimizə bu əza günləri münasibəti ilə başsağlığı veririk. Allah Taala'na and veririk, İzzət və Cəlalına. Bizləri dünya və axirətdə Əhl-i-Beyt qapısından ayrı salmasın. Bizi ağamız, Mövlamız İmam Hüseyn əleyhissalama həqiqi əzadarlardan qərar versin. Amin. İmam Zaman ağanın qəmində bizləri şərik eləsin inşallah. Amin. Təşəkkür edirik. Sağ olasınız. Kərbalay Rəfət, çox xoş gəlmisiniz. Sizləri salamlayırıq. Təsliyyət ərz edirik sizə də. Allah sizi var eləsin. Mən də öz adımdan başda İmam Zaman Allahu fərcəhu şərif olmaqla bütün İslam dünyasının bu matəm günləri münasibəti ilə təsliyyət ərz edirəm. İnşallah ki, İmam Zamanın qəlbində zərrə qədər də olsa bu əza günlərində təskinlik verən şeylərdən olaq. Amin, amin. Təşəkkür edirik. İlk öncə istəyirəm sualımızı elə demək olar ki, bu matəm günlərinə məxsus, xüsusilə də Kərbala hadisəsinə aid bir sualdır ki, İmam Hüseyn əleyhissalam Kərbalada artıq son belə deyək, son anda ki tək qalır və Yezid qoşunu ki moizə eləyir, onlar həqiqəti eşitmək istəmirlər. İşte niyə insanlar həqiqəti eşitmək istəmir? Bismillahirrahmanirrahim. Esselamu aleykə ya Əbu Abdillah. Bəli, qeyd etdiyiniz kimi insanlar təəssüflər olsun, o cür deyil ki, həqiqəti tanımırlar. Xeyr, adətən biz bunu gündəlik həyatımızda da görürük ki, insanlar həqiqəti tanıyır. Bilir qeybət pisdir, bilir yalan pisdir. Bilir bir sıra işlər var ki, Allah onu xoşlamır, peyğəmbərlər onu xoşlamır, Əhl-i-Beyt onun yerinə yetirilməyini istəmir. Bunu yaxşı bilir. Amma təəssüflər olsun ki, öz nəfsinin istəklərinə tabe olur və onu yerinə yetirir. Allah Teala da bu barədə Qur'an-ı Kərimin ayəsində buyurur ki, onlar həqiqəti bildikləri halda onu inkar edirlər. İmam Hüseyn əleyhissalamın məsələsində də belə idi. Və hamı bilirdi ki, İmam Hüseyn əleyhissalam
Peyğəmbərin əziz nəvəsidir. Xanım Zəhranın gözünün işığıdır. Peyğəmbər qucağında tərbiyə görən bir övladdır. İmam Hüseyn əleyhissalam da höccəti tamamladı ki, dedi, məni tanıyırsınız, tanımırsınızsa qoy tanıtdırım. Bəli. Mən Peyğəmbər balasıyam. Əynimdə gördüyünüz bu libas Peyğəmbər libasıdır. Başımda olan bu əmmamə Peyğəmbərin əmmaməsidir. İnsanlar bunu bilirdi, amma həqiqəti qəbul etmək onlar üçün çətin idi. Niyə? Çünki həqiqətin qəbulu onlar üçün nəfslə üz-üzə dayandırırdı onları. Bəli. Yəni bir sözlə nəfsə qalib gələ bilmirdilər. Belə deyildi ki, həqiqəti tanımasınlar. Çoxları həqiqəti tanıyırdı. Həqiqəti qəbul eləmək Onlar- istəklərin üstünə xətt çəkmək Bəli, idi. bəli. Onlar həmin şəxslər idi ki, həqiqəti tanıyıb onu dəvət etdilər. Bəli. Kərbalada İmam Hüseyn əleyhissalamla danışanlar, müharibə eləyənlər kimlər idi? Müharibə eləyənlərə diqqət etsən, Küfəlilərdir ki, pula satılırlar, mal-dövlətə aldanırlar, İmam Hüseyn əleyhissalamdan üz-üzə qalırlar. Amma həqiqət nədir? Həqiqət budur ki, bunlar öz qəlblərini verdilər şeytanın ixtiyarına. İdarə eləyə bilmədilər. Nəfslərini islah edə bilmədikləri üçün gəlib belə bir hala düşdülər. Ona görə əxlaq alimləri, imamlarımız, peyğəmbərlərimiz, Allah ayələri bizi nəfsimizin tərbiyəsində diqqətli olmağa çağırır. Amanın günüdür ki, nəfsinizə qul olmayın. Nəfsinizi tərbiyə eləyin. Nəfsinizin tərbiyəsində pul xərcləyin, vaxt xərcləyin, nə lazım olsa edin, nəfsinizi tərbiyə eləyin. Bu işi görməsəz, Allah uzaq eləsin, axırınız olacaq Küfədən İmam Hüseyni dəvət eləyənlər ki, gəldilər İmam Hüseynin başını kəsdilər. Və bu gün də bu mümkündür. Bu günü biz o küfəlilərə lənət oxuyuruq. Və Küfəlilər Küfədə İmam Hüseyni şəhid etdilər. Küfəlilər gəlib Kərbalada İmam Hüseyn əleyhissalamla müharibə etdilər. Biz bunu, bu həqiqəti dərk etməliyik ki, Küfəlilər bir simvolikdir. Bəli. Bu gün də Küfə var, Kərbəla var, haqq var, batil var və haqqın dalıca gedənlər var, batilin dalıca gedənlər var və bu gün də həmd olsun Allaha, haqla batil gün kimi aydındır. Burada heç bir üstü örtülü bir şey yoxdur. Təkcə bu yanı qalır ki, onu qəbul edəsən. Bəli, sadəcə olaraq insan biraz diqqət eləsə, sadə, rahat, haqqı da görər, batili də görər. Bəli. Ona görə əzizlərimiz bu məsələdə diqqətli olsunlar. Bəli, çətindir, nəfsə yox demək çətindir. Əgər nəfsi islah eləməmisənsə, Allah eləməsin, nəfsini tərbiyə etməsən, sənin də, mənim də aqibətim Kərbəlada İmam Hüseyn əleyhissalamı Bəli. şəhid eləyənlərin aqibəti kimi ola bilər. Bəli, təşəkkür Allah edirəm. köməyiniz olsun. Bəli, əsas bugünkü mövzumuzun demək olar ki, ortaq nöqtəsi elə Kərbəla hadisəsidir, Kərbəla meydanıdır. Elə demək olar ki, suallarımız elə yəni bugünkü yəni danışdıqlarımızın əksəriyyəti elə bizi aparıb Kərbəlaya çıxardır. Kərbəla Rüfətə bir sual vermək istəyirik ki, Kərbəlada ki biz bunları gördük. İmam Hüseyn əleyhissalamın yəni qarşısında dayandılar. Necə ki əziz qardaşımız da buyurdu. Bu küfəlilər ki İmam Hüseyn əleyhissalamı dəvət eləmişlər, amma onun müqabilində dayandılar, nəinki yanında. Məlum məsələdir ki, bunların qəlbində bir qara bir nöqtə var idi. Bir problem var idi bunların qəlbində. Yaxşı, qəlb necə gəlib bu vəziyyətə düşür? Bismillahirrahmanirrahim. Və bihi nəstəin. Qəlbi bu hala düşməyi birbaşa, yəni insanın ruhuna bağlıdır. İnsan günah etdikcə ruhuna İmam Sadiqin təbiri ilə əgər desə, bir qara nöqtə, bir qara ləkə salır. Yəni, Peyğəmbər deyir ki, əgər bir insan günah edə və tövbə edə, Allah Cəllə Cəlal onu bağışlayar. Amma günah edə, tövbə etməz, günahını sonrası daha şiddətlidir. Daha şiddətlidir. Yəni, ola bilər ki, insan zehnində fikirləşir ki, bir yalanlı danışdım. Bir qeybət də elədim. yüngül saysın. Yüngül saysın. Amma yalandan sonrası gətirib qətlə kimi gəlib çıxarda bilər. Küfə cəmaatı da İmam Hüseyn əleyhissalamı ilə İmam Hüseyn əleyhissalama beynamə yazdılar. Yəni ki, bu günlərdə bu qardaşımızın dediyi kimi biz də bu günlər İmam Zaman Əcəlallah Fərəcəli Şərifə əhd duası, fərəc duası oxuruq ki, ağa gəl,
Onlar da namə yazmışdılar. Amma bir nöqtəyə gəldilər, çatdılar ki, dildə idi. Bəli. Əməldə o olmadı. Çağırdılar və özləri də qətlə yetirdilər. Cəlaləddin Rumi bir məsələsi var ki, Məsnəvidə gətirir. Deyir, bir aşiq qızdan xoşu gəlir, istəyir ki, bu qızla evlənsin və onunla görüşmək istəyir. Görüşmək istəyir. Qızın adı səsini eşidir. Bir müddətdən sonra qızın qapısına tərəf gedir. Qız qapının dalına ona deyir ki, əgər məni istəyirsənsə görəsən, gələ qəlbimi pak eləsən. Düzdür, burada irfan bəhsi var. Bəli. Çünki Cəlaləddin Rumi özü arif olub o cəhətdən. Burada onun izahında gətirirlər ki, elə bir çeşmədir. Çeşməyə bir damcı zəhər töksən, o qədər təsir eləməz. 2 damcı, 3 damcı, 10 damcı, o çeşmə daha insanlar üçün istifadəyə Yararsız. yararsız olur. Çeşmədir, insandır. O çeşmə də bir insan kimidir. Amma çünki zəhər tökülüb, günah üstə günah, günah üstə günah gəlir. O səviyyəyə gəlir satır ki, imam qatili olur. Yəni ən şiddətli günahlardan biridir ki, insan öz imamını qətl edir. Yəni, günah üstünə günah, günah üstünə günah artıq insanı zərərli bir belə məxluqa çevirir. Əhsən. O insanı insanlıqdan çıxardır, heyvanata tərəfi var. Ən yırtıcı heyvanın etmədiyi bir işi insan edir. Bəli. O onun səbəbi günahdır. Onu günahı kiçik bilməyidir. Günahın kiçiyi böyüyü yoxdur. Bizim İslam alimlərimiz deyirlər. O kiçik günah da ibtidaidir. Zəminə yaradır. Zəminə yaradır ki, böyük günah üçün. O kiçik günahda insan özünü əgər tərbiyyət eləyib, insan özünü çəkindirməsə, insan tövbə eləməsə, Allaha sığınmasa, o nəhayətən gəlib çatır imam qatilinə, peyğəmbər qətlinə. Bəs insanın elədiyi əsas günahlardır ki, onun qəlbini belə deyək ki, ləkələyir və ondan sonra imama qarşı çıxardırır. Bəli, çünki çox gözəl bir nöqtə idi. Deməli, dəyərli izləyicilərimiz, biz diqqət eləməliyik. Əziz qardaşımız gözəl vurğuladı. O küfərlər İmam Hüseyn əleyhissalama namə yazmışdılar, amma biz dua edirik ki, imam gəl. İndi onunla bunun fərqi budur ki, bir mərtəbə üstündür. Bəli, Yalvarırıq. Bəli, biz yalvarırıq. Biz fərq eləyirik onlarla, amma mümkündür ki, biz onlara da oxşayaq. Sabah imam gələndə bizim hazırlığımız olacaq ki, yəni biz imamı qarşılayaq. Onların hazırlığı yox idi, ona görə qarşılaya bilmədilər. Görəsən bizim də yəni bizim də o cür qüdrətimiz var ki, imamı qarşılaya bilək. Bəli, gözəl nöqtə idi. Yaxşı bir mətləbə toxundunuz. Kərbəlayı Əli, həqiqətə çatmaq üçün nə etməliyik? Yəni insan hər zaman həqiqətə çatmaq üçün çalışır. İstər insan doğru yolda olsun, yəni öz-özlüyündə. İnsan öz-özlüyündən deyirik. Doğru yolda olsun, səhv yolda olsun. Səhv yolda olan da hətta özü üçün həqiqətə çatmaq istəyir. Bəli. Necə çata bilərik? Çox gözəl bir sualdır. Ümumiyyətlə insanın yaradılışında hədəf həqiqəti tapmaqdır. Yəni insan dünyaya gəlməyib ki, yeyib içib yatsın, sonra da dünyadan köçsün. Bəli. Bir həqiqət var, mərifətullah deyərlər. Allahı tanımaq. Mərifətun nəfs, özünü tanıyasan, Allahı tanıyasan və o yolda addım atasan, qədəm atasan. Bəli. Özünü kamilliyə tərəf atasan. Həqiqəti tapmaq, həqiqətə tərəf getmək də qurban tələb eləyir. Belə deyil ki, elə mən rahat oturaram, rahat həqiqəti qəbul eləyənlərdən olaram, müvəffəq olaram, Allahın sevimli bəndəsi olaram, mömin olaram. Yox, zəhmət istəyir və qurban istəyir. Biz bunu tarix boyu görmüşük. Əzlərimiz də tarixdə eşidiblər. Əgər istəyirsənsə, sən bir məqama çatasan, ali bir hədəfə yetişəsən, gərək zəhmət çəkəsən. Bizim imamları deməyək ki, deyərlər məsumdur. Alimlərimiz, ariflərimiz ki, bizim kimi adlı bir insan olublar. Onlar necə çatıblar o məqama? Zəhmətlə. Allaha mərifət tapmaqla, özünü tanımaqla və o yolda addım atmaqla gedib yetişiblər bir ali məqama. Qurbanlar veriblər. Dünyanın ləzzətlərinə yox deyiblər. Nəfsin
əmirlərinə yox deyiblər, özlərini Allaha yetiriblər. Və Allah Taala da Allah yolunda hər kəs zəhmət çəkirsə, o zəhmətini boşa vermir. Yəni, Allah o zəhmətə dəyər verir, dəyərləndirir. Və biz Kərbalada da bunun şahidi oluruq. Kərbalada baxın, Həbib ibn Məzahir kimi bir ağsaqqal həyatını yaşayıb. Özü də kasıb bir adam da değildi. Bir qəbilənin də başında dururdu. Onun kimi Züheyr, İmam Hüseyn əleyhissalamın bir baxışı ilə, bilirsiniz Züheyrin bəzi alimlər deyir ki, hətta təzə bir firqə açmışdı ki, çəkil qırağa ibadəti elə. Ticarəti elə, ibadətinlə məşğul ol. Lazım olanda İslam'a da kömək elə. Amma İmam Hüseyn əleyhissalam ona bir baxışla ovladı onu. İmam Hüseyn əleyhissalam bir baxışı ilə onu çəkdi özünə tərəf. Və bu həqiqətdir. Buna yetişmək üçün də Züheyr qurbanlıqlar verdi. Həyat yoldaşına təlaq verdi. Bütün var dövlətinə yox dedi. Dünyaya yox dedi. Nə dedi? Ləbbeykə ya Hüseyn. Hüseyn, bəli. sənə ləbbeyk deyirəm. İlk baxışdan bilirsiniz Züheyr İmam Hüseyn əleyhissalam ona xəbər göndərəndə yox demişdi. Bəli. Həyat yoldaşına danışanda dedi ki, bəs Zəhra balası deyir ki, mən müharibəyə gedirəm, sən də gəl mənə qoşul. Dedi, sən nə dedin? Deyir, mən dedim ki, mənlə işin olmasın, mən ticarətimlə məşğulam, ibadətimlə məşğulam. Həyat yoldaşı bir söz deyir, Züheyri oyadır qəflətdən. Baxın əzizlər, buna diqqət eləməliyik. İnsan bəzən adi məsələlərdə qəflətdə olur. Bəzən adi bir hallar olur. Bir alimin çıxışı, bir hədis, bir Qur'an ayəsi sanki insanı yuxudan oyadır. O görərsəni biri belə çort vurur, yuxuya gedib, gözlərini yumur, Mürgüləyir. mürgüləyir. Bir dənə belə vuran kimi tez özünə gəlir. O halət ondan gedir. O İslam əxlaq alimləri ona deyirlər yəqizə haləti. Elə bir oyanır, qəflətdən qayıdır. O qəflətdən qayıtmaq elə əsl qayıdışdır. Və Züheyr də qayıtdı. Bəli. Hara? İləllah. Allaha tərəf qayıtdı və Allah müqabilində oldu Allahın sevimli bəndələrindən. Hür və onun kimiləri. Bəli. Dünyası var idi, hər şey var idi, sərkərdə idi, amma qurban verdi. Həqiqəti axtarmaq hər birimizə zəruridir. Həqiqətə çatmaq qurban tələb eləyir. Həqiqət ümumiyyətlə həqiqəti biz bir hədəf kimi qarşımıza qoysaq ki, bu həqiqət mənim hədəfimdir və o hədəfə çatmaq üçün zəhmət çəkməliyəm. Yəni sizin buyurduğunuz kimi də yəni qurban nələrsə qurban vermək Bəli, lazımdır. Əli əleyhissalamın bir hədisi var. Elə bilirəm bunu desəm əzizlərimizə daha aydın olar. Həzrət buyurur, əgər istəyirsənsə həqiqətə yetişəsən, 2 addımdır. Birinci addım nəfsin, ikinci addım həqiqət. Birinci addımı nəfsivin üstünə qoysan, ikinci addımda həqiqətə yetişərsən. Bəli, çox təşəkkür edirəm. Allah razı olsun. Gözəl nöqtələr toxundunuz. Bir sualı Kərbəlayı Rüfətə vermək istəyirəm ki, biz Kərbalada, yəni keçən verilişlərimizdə də buna işarə vurmuşuq ki, Kərbalada bəzi insanlar, yəni obrazlar var ki, biz bu obrazları görürük ki, onlar azğın yoldakı addımlayırdılar, saadət yoluna keçdilər. Amma bəzi insanlar o saadətdən qaçıb getdilər Kərbala meydanından. Bəziləri isə bunun tam müqabilində dayandılar. Yəni zəlalət yolunu seçdilər. Nəyə görə bu belə oldu? Bunu İmam Baqir Əslam rivayəti ilə cavablandıraq. İmam Baqir Əslam deyir ki, hər bir insanın qəlbinin 2 qapısı var, 2 qulağı var. Bir qulağında mələklər oturub, düzgünlüyə, Allah hidayət, Allahın sırat-ı müstəqimə çağırır. O birisində şeytan oturub. Dünya malına, dünya şöhrətinə, riyaya, səltənətə bunu çağırır. İnsanların haqqını yeməyə çağırır. Bu misallarda, misal üçün, insan gəlir, misal Hürrü misal gətirsə, Həzrəti Hürr İmam Hüseyin Əleyhisselamın müqabilində dayanan sərkərdə idi ki, müqabilində dayansın, imamı qoymasın, hərəkət eləsin. Amma həqiqət axtarışındaydı. Hürrün öz xatiratında belə, yəni şəhadətindən də var. Bu sözlər deyir ki, mən bilmirdim ki, Hüseyni şəhid eləmək üçün mənə saxlayacaqlar. İmam Hüseynin qabağında ki, Hüseyni şəhid eləsinlər. Gəlmişdim ki, qabağını kəsin. Amma həqiqət axtı bilirdi ki, yəni
Zəhra balasını şəhid etmək olmaz. Və İmam Hüseyn əleyhissalam gəlir İmam Hüseynlə ki, oturur. İmam Hüseyn əleyhissalam ona deyir ki, sussam. İmam Hüseyn əleyhissalam. İmam Hüseyn əleyhissalam ona suyu təqdim eləyəndə hür ovlanır. Çünki həqiqətin arxasındadır. Bəli. Amma bu tərəfə baxanda Ömər Səd qoşunun başçısı Ömər Səd idi. Ömər Səd gecələr tərəddüd içində idi ki, necə eləyim? Dünya malı da var. Bu tərəfdə də İmam Hüseyndir. Uşaqlıqdan bir yerdə böyümüşük. Xanım Zeynəb gəlib Ömər Sədə müraciət edəndə deyir ki, sən niyə Hüseynin qətlində əlin oldu? Çünki uşaqlıqdan bir yerdə böyümüşdünüz. Yəni intizar yox idi ki, Ömər Səd gəlsin Hüseyin İmam Hüseyin əleyhissalamı öldürsün. Şümrə İmam Hüseyin əleyhissalam deyəndə ki, məni qətlə yetirmə, əfv eləyim səni, bütün bu işlərin də üstünə xərc edirəm, Şafi sənin şəfaət edənin olaram. Şümrün cavabı nə olur? Sikkənin cingiltisi qulağımdadır. Onu seçir. Yəni o qəlbində olan şeytanın sözünə qulaq asır. Amma hür qulaq asmır. Hür deyir ki, yox, Hüseyin qətlini yetirmə, xanım Zəhranın qabağında sabah cavab vermək var. Allahın qabağında cavab vermək var. Elə deyil ki, mən bir dənə İmam Hüseyin əleyhissalamı öldür şəhadətində var. Yəni əlim olsa, bəlkə də mənə sərkərdə eləyərlər. Bəlkə də hər hansı bir şəhərin, hər hansı bir vilayətin valisi eləyərlər. Amma müvəqqətidir. Hüseynin bu cəryandan mən çıxan mənəm. Qiyamət səhnəsi var. O cəryandan çıxan mənəm. İmam Hüseyin əleyhissalam da onu deyir. Deyir ki, bu belədir, məsələ budur. Bunlar məni qətlə yetirmək üçün bura gətiriblər. Və görürsən də ki, məni qoymurlar o tərəfə keçim. Başqa yerə gedim. Başqa şəhəri seçim. Burada görür ki, həqiqətən də bu belədir. Yəni, arxadan gələn qoşun vəhşicəsinə gəlir ki, Hüseyni İmam Hüseyin əleyhissalam qətl etirsin və qarət eləsinlər. O eşidir onu, Aşuranın günü çıxır İmam Hüseyin əleyhissalama tərəf ki, ağa məni bağışla, mən gəlmişəm, sən nə desən onu edəcəm. Bəli. Bu tarix boyda bu olub, misal üçün Yahudi misal üçün zahidlərindən olub Barsisa. O misal üçün Barsisa zahid olub, 60 il ibadət edib. 60 il ibadət edib. Bir dənə onun duası bütün Yahudi Bəni İsrail cəmaatında məruf olub ki, dua edəndə qəbul olunmuş. Bir dənə xanımı gətirirlər onun qapısına ki, dua etsin, o şəfaət tapsın. Orada bu əxlaqa zidd olan bir işlər görür. Axırda məcbur olur ki, o xanımı öldürsün, iblis onun zahir olur. İblis onun zahir olur. Deyir ki, susamışam. İblis deyir ki, əlində suyu saxlayır. Deyir ki, əgər Rəbbin mən olmağını təsdiq eləsən, bu suyu verərəm sənə. 60 il, yəni az bir şey yox. 60 il ibadət edəyəsən, sonra gələsən bir livan, bir stəkan suya görə şeytana, iblisə Rəbb deyir. O ki, Rəbb deyir ki, deyə bilmirəm də boğazımda ipi salladıblar, deyə bilmirəm, yəni, elə deyil. Deyir ki, elə gözümü qırpsan, mənə bir işarə etsən ki, Rəbliyimi qəbul eləmirsən, bəlkə kifayət edir. Bu ki, gözünü qırpır, bunu edam edirlər. Elə o kafir kimi dünyadan gedir. O bir nüansdır. O nüansı əgər hür kimi istifadə edə bilsə, hər bir şəxs İmam Zamanının dövründə bir o nüansdan istifadə edə bilsə, gəlib həqiqəti tapacaq və səadətə çatacaq. O nüansdan istifadə eləməyib, dünya tərəfi tutsa, hər bir sahədə dünya tərəfi tutsa, səadətdən bir nəsibdir. Qiyamətin günündə də ki, Allah Cəllə Cəlalın qabağında cavab verməlidir və məhsum imam və peyğəmbərlərin qabağında. Bəli, təşəkkür edirəm. Allah razı olsun. Hər birinizə, hər ikinizə təşəkkür edirəm. İstifadə elədik sizdən. Allah elminizə, ömrünüzə daha da bərəkət versin. Bəli, dəyərli izləyicilərimiz, dəyərli qonaqlarımızdan istifadə elədik. Allah bütün din, İslam yolunda zəhmət çəkən, ömrünü sərf edən bütün alimlərimizə, müctəhidlərimizə can sağlığı versin. Dünyasını dəyişənlərə Allah qəni-qəni rəhmət eləsin. Bugünkü proqramımız bura qədər. Bugün həqiqət barəsində söhbət elədik. Sözsüz ki, bu həqiqət bizi Kərbalaya apardı.
Kərbəlanın aşurasından söhbət elədik. Kərbəlada o şəxslər ki, həqiqəti tapıb, o şəxslər ki, həqiqətin üstünə pərdə çəkib, bu barədə qısa da olsa vaxt çərçivəsində söhbət elədik ki, bu çox geniş bir mövzudur ki, böyük bir, bəlkə deyərdim ki, həqiqət dastanıdır ki, insanlar gərək, yəni biz gərək bu həqiqəti axtaraq, tapaq və buna necə deyək, əməl edək. Allahın verək öz izzət və cəlına bizi heç bir zaman İmam Hüseyn əleyhissalamın getdiyi bu aşura məktəbindən ayrı salmasın. Sağ olun sizləri Allaha tapşırırıq.